Dostlarla mübahisə edən 2000 dəfə oturub qalxan idmançı nəticədə xəstəxanalıq oldu. Rusiyanın Vladivostok şəhərindəki klinik xəstəxana pasiyentin böyrəklərinin sıradan çıxdığını rəsmi sosial şəbəkə səhifəsində bildirib. Mübahisənin şərtləri idmançıya asan görünüb. Fiziki gücünü göstərmək və mükafat qazanmaq ideyasından ilhamlanaraq o, tapşırığı həvəslə yerinə yetirməyə başlayıb. Daha sonra xəstənin ayaqları şişməyə və böyüməyə başlayıb. Analizlər isə kreatin və CD turşusunun səviyyəsinin əhəmiyyətli dərəcədə yüksək olduğunu göstərib. Bu da böyrəklərdə ciddi problemlərin olduğuna işarədir. Aparılan müayinələr zamanı məlum olub ki, idmançının böyrəklərinin ancaq 50% işləyirmiş. Xəstənin tam bərpa olana qədər xəstəxananın nəzarətində olacağı bildirilib. Bu müddətin 3 aydan 1 ilə qədər davam edəcəyi gözlənilir. Mövzu ilə bağlı uroloq-androloq Mir Hikmət Qiyasov STV xəbərə öz münasibətini bildirib. Bu məsələdə konkret fikir demək mümkün deyil, çünki bizim məlumatlarımız məhduddur. Biz bilmirik ki, bu insanın əvvəlcədən böyrək çatışmazlığı olubmu, olmayıbmı və ya nəsə bir dərman mı qəbul edib və ya yanaşı xəstəliyi mi olub, hər hansı bir məlumatımız olmadığı üçün deyə bilmərik. Ümumilikdə deyim ki, tək böyrək və ya hər iki böyrək olan xəstələr, bunlar arasında əgər böyrək çatışmazlığı yoxdursa, hər hansı bir fərq yoxdur. Yalnız fərq bəzi xəstəliklərdə yanaşmalarda olur. Normal həyat tərzini yaşamaq üçün bir böyrək də əslində insana kifayət edir. O ki qaldı 2000 dəfə oturub durmaq və ya hər hansı bir idman hərəkət etmək orqanizm üçün birdən-birə bu dərəcədə fiziki yükün verilməsi yanlış bir şeydir. Hər hansı bir fiziki yük alınacaqsa, bu zaman içində azdan başlayaraq çoxa doğru getmək şəklində olmalıdır ki, orqanizm verilən bu böyük yükə hazırlıqlı olsun. Bu nüanslara diqqət etsələr, insanlarda böyrəklə bağlı bir şikayət olmaz. İdmanın böyrək çatışmazlığı yaratması mümkün deyil. Əslində idman orqanizm üçün, həmçində böyrəyin bəzi xəstəliklərinə, məsələn daş xəstəliyi üçün idmanla məşğul olmaq daha xeyirli bir şeydir ki, daş əmələ gəlmənin qarşısını alır, risk faktorudur. Adinamik həyat, idmanla məşğul olan insanlar da bu risk faktorundan uzaqlaşırlar.